Salam, hər vaxtınız xeyir olsun. Gəlin sualımızın izahına baxaq. İl-20 diaqramına əsasən müqayisə edib doğru fikirləri seçin. Beynin və zehnin sözləri. Birinci, əvvəlində yeri çalda olan əvəzlik tələb edir. Yanlış fikirdir. Çünki beynin sözündəki in mənsubiyyə şəkilçisi deyil. Əgər mənsubiyyə şəkilçisi olsaydı, onda söz kökündəki bu i saiti düşməli idi. Olmalıydı bu şəkildə. Beynin. Bu şəkildə olanda mənsubiyyə şəkilçisidir in. Yəni burada artıq birinci fikrimizi götürə bilərdik. Amma beynin sözündə i qaldığı üçün bu yeli çaldadır. Və yeli çaldadırsa, özündən əvvəl nə üçün yeli çallı əvəzlik tələb etsin? Yanlışdır. İkinci, ismin iki fərqli halında düşünülə bilər. Zehnin sözü, bəli, ismin iki fərqli halında düşünülə bilər. Buradakı in ya mənsubiyyə şəkilçisidir, ya da hal şəkilçisidir. Bunu hardan bilirik? Çünki saitlə başlayan hal və yaxud da mənsubiyyə şəkilçisi qəbul edəndə söz kökündəki sonuncu sait düşməli idi. Və burada da düşüb. Bunun üçün də bəlli deyil. Ya adlıq, ya da yeri çaldadır. Üçüncü, mənsubiyyə şəkilçisi qəbul edəndə kökündəki açıq sait düşür. Beynin sözünə aid edib, ümumən fikir doğrudur, amma yanlışımız hardadır? Açıq sözündə. İ, açıq sait deyil, qapalı saitdir. Bunun üçün də 3-ü götürə bilmərik. Dördüncü, hal şəkilçisi qəbul etdiyi üçün kökündəki sait düşmür. 4-ü zehnin sözünə aid edib, xeyr, yanlışdır. Heç bunun hal və yaxud da mənsubiyyə şəkilçisi olduğunu bilmirik. Və tutaq ki, bilsək belə, fikir tamamilə səhvdir. Çünki kökündəki sait düşməli idi. 5-ci, özündən əvvəl yeli çallı söz tələb edə bilməz. Beynin sözü bəli, edə bilməz. Çünki özü yeli çaldadır. 5-i götürdük. 6-cı, tərkibində işlənmiş şəkilçinin hal yoxsa mənsubiyyəti olması dəqiq deyil. Bəli, zehnin sözünə aiddir, doğru fikirdir. 2, 5, 6 cavabımız E variantı. Video sizin üçün faydalı oldusa bəyənməyi və kanala abunə olmağı unutmayın.